Allahın salamı olsun. Allahı sevənə və məni sevməyən hər bir şəxsə, devlətimə, millətimə, devlətimin başında duran İlham Əliyev cənabları, Allah sizi qorusun. Hər zaman dəyərli prezidentim, sizinlə fəxr edirik. Əziz insanlar, bugün yenə mənə müraciətlər olunur. Bəzi şəxslər ki, uzun müddətdə müalicəyə gedirəm, xəstəyəm, mənə kömək dəstək olun. Baxıram ki, bu insanda heç bir xəstəlik yoxdur. Xəstəsən birinci dərəcəli, ey insanlar. Həkim, xalat nə üçündür? Həkimə müraciət edin. Mən xəstə sağaltmıram, mən xəstəyə baxmıram. Hansısa bir uzun müddətdə qalmış sehircadı əməl bu insanın bədənində oturubsa da, bəzi insanların, həkimlər baş açmırlarsa da, bu insanlarda hər cür xəstəliyə çevrilə bilər. Onlara baxıram. Elə bir insanlara baxıram ki, həkimlər ondan imtina eləsin. Bu insanlara dəstək kömək ola bilərəm. Bunlar mənə aid ola bilərlər. Yoxsa ki, kimlərsə də həkimə müraciət etmək əvəzinə hər bir şəxs mənə müraciət etməsin. Mən imtina edirəm bu cür insanlardan. Həkimə gedin. Aparat var. Azərbaycanda olmayan həkimlər heç yanda yoxdur. Öz xalqımıza, öz millətimizə müraciət edin. Bəzi insanlara deyirəm, sizdə heç nə yoxdur. Xəstə deyirsiniz. Cadı sehir tilsim yoxdur. Özünə qapanır. Psixoloqa gedin. Stres keçirdir. Heç nə yoxdur. Yenə razılaşmırlar. Bəs mən niyə beləyəm? Bu insanların, bu cür insanlar elə bil ki, bunların yükünü kimsə çəkməyə borçludurmu? Yəni ki, örgənmiş insanlardır ki, gündə falçılara geçsinlər, ekstrasenslərə müraciət eləsin, cindərlərə müraciət eləsin. Elə şəxs var ki, and içir ki, mən bir ayda 15 dəfə qapı döyürəm, cindər falçı qapısına. Bu insanlar örgənmiş şəxslərdir. Dura bilmirlər. Bunlardan maraqlısı, özünüzün səhhətinizlə maraqlanın, həkimə gedin. Çarəsiz qalanda, əlacsız qalanda müraciət eləyərsiniz Samaya xanıma. Görmədiyim, bilmədiyim söhbət haqqında heç nə danışa bilmərəm. Heç kəsə heç nə deyə bilmərəm. Görürəmsə deyirəm, cavab da verirəm. Kömək də oluram, dəstək də oluram. Allah sizləri qorusun. Dəyərli xalqım, sağ olun, salamat qalın.